Qarabağın bu gecə bəxti gətirdi. Liverpoolda 0-6 hesabı ilə biabırçasına oynayasan və uduzasan və Azərbaycan futbolu tarixində ilk dəfə Çempionlar Liqasının play-off mərhələsinə çıxasan. Bir tərəfdən biabırçı oyun, o bir tərəfdən böyük bir uğur. Ona görə Qarabağ haqqında danışmaq biraz çox çətindir. Oyundan sonra da ümid edirəm ki, Qurban Qurbanov üçün belə çətin olub. Çünki futbolçuların biraz sakitləşməsindən, çox zəif oynamasından qeyd edib və əlavə edib ki, bir daha Liverpoolla oynasalar Qarabağ daha yaxşı oynayardı və bu məğlubiyyət Qarabağ üçün yaxşı dərs olacaq. Növbəti mərhələdə ya PSG olacaq rəqibimiz, ya da Newcastle. Bunu sabahlara keçiriləcək pişkatmada biləcəyik. Amma hər iki rəqib bizdən güclüdür. Məsəl üçün Liverpoolun baş məşqçisi Arne Slot da əlavə edib ki, Newcastle Qarabağdan güclüdür və udacaq. Bilmək olmaz indi həmin oyunlar, fevralda keçiriləcək oyunlar necə keçiriləcək və necə olacaq, amma ümid edirik ki, Qarabağ necə Çempionlar Liqasının əsas mərhələsində özündən güclü rəqiblərlə gözəl oyun göstərirdi. Bu dəfə də çalışacaq həmin oyunu təkrar etsin. Qarabağımıza uğurlar. Hər halda biz tarixin yazılmasını gördük. İnşallah görək qabaqda bizi nə gözləyir.